Salam, xoş gördük. İdarə olunan formalarda işləmək və 1S platformasında proqramlaşdırma ilə bağlı videolarımızı davam etdiririk. Bu videoda biz 1S platformasının funksiyalarını öyrənəcəyik. Gəlin ilk əvvəl emal obyektimizi, yəni hansı ki obrabotkanı yaratmışıq və orada nümunələri, yəni proqram kodunu yazırıq, formasını açaq və biz bütün yazdığımız nümunə proqram kodlarını start düyməsi ilə test edirdik. Start düyməsinin də kod hissəsini görmək üçün, yəni starta basdıqda icra olunan kodları görmək üçün ya modulla ya da start düyməsinin üzərində mausun sağ düyməsini sıxaraq start. Baxın bu hissəyə keçsək, proqram kodunun içərisinə daxil oluruq. Və keçən dərsimizdə də biz artıq şərt operatorları haqqında danışmışdıq. Bu gün isə qeyd etdiyimiz kimi funksiyaları öyrənəcəyik. Gəlin hətta emalımızın, yəni bu obrabotka 1 görürsüz adını dəyişək, öz istədiyimiz adı qoyaq. Bunun üçün üzərinə 2 dəfə düymə ilə sıxırıq və yaxud da sağ düymə svojstvasında vura bilərik. Burada onun üçün gəlin ad qoyaq. Adını da qoyaq start. Necə ki burada komandamızın adını start qoymuşduq. Bu şəkildə də qoyaq start deyək ki, obrabotkası emalı olsun adı. Beləliklə bu da hazırdır. Gəlin davam edək. Bunu bağlayırıq. Hətta gəlin keçən dərsimizdə yazdığımız artıq bu kodu silək. Kommentariya elədikcə kod biraz çox görsənir, qarışır bir-birinə. İnşallah ki, ümid edirəm ki, siz də mənimlə bir yerdə yazırsınız bu kodları. İstəsəz bir yerdə saxlayın və yaxud da siz də silə bilərsiniz. Saxlaya da bilərsiniz. Yəni siz necə istəyirsiniz o şəkildə də edin. Bunu silirik. Funksiya nədir? Funksiya əslində prosedurla eyni funksiyonala malikdir. Yəni prosedurla demək olar ki, aralarında fərq yox. Necə ki artıq biz bundan qabaqki dərslərdə biz bu düyməni sıxarkən startı, baxın qaydaq modula. Burada start 2 adında bir dənə öz prosedurumuzu yazmışdıq. Və bu start 2-nin içərisində də müəyyən kodları yazırdıq və həmin kodlar da istifadəçi tərəfdən ya сообщение çıxardırdı, yəni ki icra olunurdular. Sadəcə olaraq funksiyanın indi hansı ki danışacağıq onun haqqında, funksiyanın prosedurdan fərqli odur ki, funksiya bizə nəticə qaytara bilir. Yəni fərq sadəcə demək olar ki bundadır. Çünki biz funksiyanın da içində müəyyən kodları da prosedurda olduğu kimi icra eləyə bilərik. Yəni qeyd etdiyimiz kimi əsas özəlliyi də funksiyanın indi yazacaq, o haqqda funksiyalardan da danışacaq. Bizə bir növ nəticə qaytara bilir. Biz oradan vazvrat eləyə bilirik. Geri qaytarım, yəni ki hər hansı bir məlumatı bizə qaytara bilir. Yəni nəticəni, dəyəri. Yəni fərq əsasən bundadır. Funksiya sözü, yəni ki funksiyanın özü necə yazılır? Gəlin ona baxaq. Bunun üçün düşək aşağı. Bir dənə funksiya yaradaq. Funksiyanın özü də funksiya sözü ilə başlayır. Baxın bu şəkildə funksiya bu şəkildə yazırıq. Sonra dalıcan funksiyanın adını təyin etməliyik. Məsəl üçün gəlin belə eləyək. Start 2-dir, bir dənə də start 3 adında bir dənə funksiya yaradaq. Start 3 bu şəkildə. Və mötərizələri də açıb bağlamağı unutmuruq. Və funksiyada prosedurda olduğu kimi sonda bağlanmalıdır. Blok şəklində. Bu connect funksiya. Baxın bu şəkildə də bağlanmalıdır. Necə eynisi ilə prosedurda biz necə qeyd etmişdiksə, eyni də funksiyada. Baxın bu şəkildə də bağlanmalıdır. Baxın gəlin bu dəfə belə eləyək. Yəni bu əslində indi qeyd edəcəyim bu parametr məsələsi həm prosedurda da etmək olar, eynisini funksiyada da edə bilərik. Baxın bu mötərizələrin içində gəlin bu funksiyamızı indi harda ki bunu çağıracaq, ona bir növ parametr göndərə bilərik. Gəlin A adında belə bir parametr yaradaq. Yəni biz bu funksiyaya bu yazdığımız harda ki ayrıca bir blok kod təyin edəcək və bu blok kodda hansısa bir funksional icra olunacaq və bizə geri qaytaracaq. Onun üçün parametr də göndərə bilərik. Yəni ki bu həmin göndərəcəyimiz parametrdə bu funksiyanın daxilində yazdığımız kodda da istifadə eləyə bilərik. İndi bu göndərdiyimiz parametrdən də istifadə eləyərək sadə bir kod yazaq funksiyamızın içində. Baxın, belə eləyək. A artıq bizdə nədir? Bu funksiyanı hardan ki çağırılacaq, oradan bizə parametr göndəriləcək. A dəyişəni adı ilə. A misal üçün vurulsun 5-ə. Nöqtə vergül. Baxın indi. Bu bizə bir növ bu funksiyanın içində A-nı 5-ə vuracaq gələn parametrdə. Və qeyd etdiyimiz kimi biz qeyd etdik funksiyamız bizə hər hansı bir nəticəni qaytarır. Bu səbəbdən də onun belə bir operatoru var, vazvrat. Bu mütləq deyil qoymaq, yəni funksiyada qoymaya da bilərsiniz. Yəni funksiyanı prosedur kimi də istifadə etmək olar. Lakin daha yaxşı olar ki, funksiyanı əsasən bu hansısa bir nəticəni əldə etmək üçün istifadə edəsiniz ki, sizə nəsə qaytaracaq bir proqram kodudursa, o zaman onu funksiyanın içində yazın. Ancaq belə qeyd etdiyim kimi, yəni prosedurdan heç bir fərqi yox. Vazvrat yazırıq bura. Gördünüz, bu da operator olduğuna görə qırmızı rəngə boyandı və bizə A-nı bura göndərdiyimiz parametr vurub 5-ə qaytaracaq. Gəlin kodumuzu qeyd eləyək. Alt F4, Alt Shift F düyməsini basırıq. Bununla biz formatlaşdırırıq. Yəni kodumuzu səliqəyə salırıq. Bunu da unutmayın.
unutmayın. Qeyd edirsiniz, bütün kodu seçirsiniz. Alt Shift F düyməsi. Kodumuz bu şəkildə səliqəyə düşür. İndi keçək bu funksiyanı necə biz icra edə və alınan nəticəni əldə edə bilərik. Qaydaq bizim bu Start 2. Hansı ki Start düyməsini sıxdığımız zaman bu startı birinci icra olunur Start proseduru. Bu Start prosedurunun içində biz Start 2-ni çağırmışdıq bu proseduru. İndi gəlin bu prosedurun içindən də bizim funksiyamızı çağıraq və ondan bir nəticəni əldə eləyək. Onun çox sadə. Bu Start 3 yazırıq buradan. Baxın, Ctrl space-i bassanız, görürsüz bütün funksiyalar, yəni siyahısı bizə bir ipucu olaraq çıxır. Buradan da rahat şəkildə seçə bilərsiniz. Start 3. Hətta ipucu olaraq da bizdən qeyd edir ki, orada parametr var. Baxın, yəni ki, bu A-nı görürsüz. Baxın, bu parametri yəni göndərə bilərik. Hansı ki, baxın bu parametr. İpucu olaraq da 1S platforması bizə bunu yəni ki təqdim edir. Parametrdə belə eləyək. Buradakı riyazi əməliyyatdır. O səbəbdən də ora göndərək 10 rəqəmini və mötərizəni bağlayırıq. Bu nöqtəli vergül də qoyuruq. Bu şəkildə kodumuzu yazsaq, buradan biz A-nın nəticəsini alacağıq. Yəni burada A-nın nəticəsi nədir? İndi çox sadə bir nümunədir deyə, olsa siz də artıq başa düşürsüz. 10 göndərik və bu Start 3 funksiyası icra olunmağa başlayanda bu A dəyişənində artıq bu 10 dəyər olacaq. Və bizə nə qayıdacaq? 10 vurulsun 5, yəni ki 50. Və gəlin hətta biz bu funksiya ki bizə hansısa bir məlumatı qaytarır. Bu səbəbdən də biz onu başqa bir dəyişənə də mənimsədə bilərik. Hətta gəlin yaradaq. Bir dənə B dəyişəni yaradaq. Bərabərdir. Bu funksiyadan gələn nəticə, baxın bu funksiyanı ki biz çağırırıq. Gələn nəticə bu B dəyişəninə mənimsənəcək. Və sonda da adi həmişə istifadə etdiyimiz 1S-in daxili funksiyası olan subsheet. Yaxın subsheet. Nəyi subsheet eləsin istifadəçiyə? Bu B-nin B-ni. Baxın bu şəkildə. Gördünüz, çox asan və çox sadə. Yəni bir dənə sadə belə primitiv Start 3 adında funksiya yaratdıq. Start 2 prosedurun içindən bir növ onu çağırdıq və orada biz bu Start 3-ü yaradanda onun üçün parametr təyin eləmişdik ki, olsun. Yəni bura hansısa bir dəyər göndərilə bilsin və o dəyərdən də biz funksiyanın içində də istifadə edə bildik. Vurduq onu 5-ə. Və bu çağırdığımız zaman da ora 10 rəqəmi göndərdik. Çox belə sadə, asan bir şəkildə. Gəlin indi bazamızı yeniləyək və bu etdiyimiz, bu yazdığımız kodun nəticəsini də görək. Bunun üçün keçirik istifadəçi rejiminə. Buradan kod alt sistemi, servis və start. Baxın, indi start düyməsini vururuq və gördüyünüz kimi nəticəni də əldə etmiş olduq. 50. Yəni ki biz bu nəticəni də əldə etməliyik. Qaydaq konfiquratora. Gördüyünüz kimi 50-nin də olmaq səbəbi o idi ki, biz start 3 bu funksiyanı çağırdığımız zaman ora 10 göndərdik. Və burada gələn 10 bura oturdu. 10 vurulsun 5 və bu da bizə vazvrat elədi onu birbaşa. O da gəldi bu B-yə mənimsəndi. Və sonrakı icra olunan kod bu sətirdən sonrakı subsheet istifadəçinin qarşısına həmin bu 50 rəqəmini çıxartmış oldu. Yəni gördüyünüz kimi heç bir çətin bir şey yoxdur. Bu bizim funksiyanın işinin nəticəsi idi. Yəni biz funksiyaya parametrin ötürülməsi ilə bu cür nəticəni əldə etmiş olduq. Əlbəttə ki, bir şey qeyd edeyim yenə, funksiyalardan çox zaman prosedurlar kimi də istifadə edirlər. Yəni içində müxtəlif sadə əməliyyatlar və sairələr yazılır. Yəni proqram kodları, alqoritmlər yazılır. Amma əsasən funksiyadan istifadə etməyin məqsədi nəticəni qaytarmaq üçün. Yəni ki, bu vazvratla hər hansı bir nəticəni funksiya qaytarılsın, əldə olunsun və müəyyən bir dəyişənə bu mənimsədilsin. Sırf bunun üçün istifadə etmək daha doğrudur. Yəni bu funksiyaların təyinatı məhz bu məqsədlər üçün yaradılıb. Qalan hallarda isə bəli, prosedurlar kifayətdir. Necə ki biz burada Start 2 prosedurunu keçən dərslərimizdə yazmışdıq və onunla da lazım olan görürsüz ki, nəticələri də əldə edirik. Burada indi bir məsələni də qeyd edeyim. İndi siz düşünərsiniz ki, birdən bu funksiyada ancaq bir parametr olur. Yox, xeyr. Siz bura hətta bir neçə parametr, nə qədər siz parametrə göndərə bilərsiniz. Gəlin hətta bir dənə də əlavə biz parametr burada qəbul eləyək. Tutaq ki, C dəyişəni. Bu funksiya çağırılan zaman ona bir dənə də iki parametr gəlsin. Bir A və bir də C. Misal üçün, bir riyazi əməliyyatımız da olsun ki, üstəgəl C. Baxın bu şəkildə. Yəni bizə bu funksiya bu nəticəni, riyazi nəticəni qaytarsın. Artıq da siz indi başa düşürsünüz ki, burada tutaq ki 10 gəlir. Gəlin bir dənə də bura. Baxın, indi fikir verin. Mən indi götürüb mötərizə açdığım zaman ipucu olaraq görürsüz bir dəyişən, vergül, görürsüz ikinci dəyişən. Baxın fikir verin C dəyişən. Baxın A dəyişən. Görürsüz belə qalın şəkildə görsəndi. Baxın bax burada. İndi mən vergül qoysam fikir verin
verin C dəyişəninə ki, təyin edin. Bu C dəyişəninə də biz indi misal üçün gəlin 5 rəqəmi göndərək. Artıq indi siz də təxmin edirsiniz ki, start 3 çağırılan zaman bu start 2 prosedurun içindən kodumuz buradan daxil olacaq bura. Burada nə göndəririk? 2 dənə. Avtomatik olaraq birinci sırada A dayanıb deyə A-nın dəyəri olacaq 10. İkinci göndərdiyimiz dəyişən də C-yə mənimsənir. Və vazvrat olaraq, yəni funksiya bizə qaytaracaq A vurulsun 5. Yəni bu nə qədər edir? 50. 50 üstə gəldə C-nin də dəyəri nə idi? 5 göndərmişdik. 55. Yəni ki, B-yə mənimsənəcək 55 və subsheet kod olaraq, yəni istifadəçi mesaj olaraq 55 qarşısına çıxacaq. Gəlin bazamızı yeniləyək, hətta bunu da yoxlayaq. Bunun üçün bazamızı yeniləyirik, dəyişikliklərimiz oturur. Və gəlin atlatka rejimində istifadəçi tərəfində də açaq. Keçirik total sistemi, servis, start və start. Və gördüyünüz kimi 55 dəyərini də almış olduq. Keçək konfiguratora. Baxın, eyni 10 gəldi, onu 5-ə 50, 55 qeyd etdiyimiz kimi düzgün nəticəni əldə etmiş olduq. Burada əsas onu da qeyd edeyim ki, bu parametr mütləq deyil. Yəni necə prosedurda biz start 2 hansı ki startı bu düyməni sıxdığımız zaman çağırırıq və bu da start 2 prosedurunu çağırır. Fikir versiniz ki, burada heç biz parametr göndərmədik. Eyni qaydada biz funksiyaya belə parametr göndərməyə bilərik. Sadəcə biraz parametrin anlayışında nə olduğunu başa düşmək üçün bunlardan istifadə etdik və parametr olaraq da hesablandı bu dəyişənlər. İndi ki tam belə bizə inşallah ki ümid edirəm sizə də aydın olar. İndi gəlin baxaq görək parametrlərlə daha nə etmək olar. Sadəcə indi burada istəyirəm sizə çoxlu nümunələrlə, yəni praktik işlərlə baxaq bu məsələlərə. Beləliklə bizə aydın olur ki, yəni özünüz də bilirsiniz ki, çünki funksiyalar bəzi istifadəçilər tərəfindən tez-tez nəzərdən qaçırılır və çoxsu ondan düzgün istifadə etmir. Halbuki əgər funksiyalardan düzgün istifadə olunarsa, onlar çox faydalıdırlar və kod yazmağı sürətləndirilir və müxtəlif məntiqi situasiyaların həllindən, yəni ki, çox rahatdır. Yəni çox məsələlərin həllində, yəni funksiyanın böyük rolu var. Bu həmin belə məsələlər də daim ortaya çıxır. Əgər siz də funksiyanı düzgün istifadə etməyi bacaracaqsınızsa, onda öz işini xeyli dərəcədə sadələşdirə bilərsiniz. Gəlin indi funksiyanın necə işlədiyinə dair daha bir nümunəyə də baxaq. Yəni görürsüz də, yəni dərinliyə getmək lazımdır. Belə sadə primitiv, indi praktiki bir layihədə zətdə siz daha ətraflı görəcəksiniz. Ancaq baxın bu baza, bütün bu etdiyimiz əməliyyatlar budur. Yəni prosedur budur, adı prosedur və heç bir dəyər qaytarmır. Müəyyən əməliyyatları icra edir. Funksiya isə prosedur kimi özünün də adı var, funksiya bağlanır və ona parametr də göndərmək olar, göndərməmək də olar, istənilən sayda göndərmək olar və burada kodlar da yazmaq olar və axırdan alınan nəticəni qaytarmaq olar, qaytarmamaq da olar. Yəni necə sizə rahat funksiya kimi də istifadə edə bilərsiniz. Yəni çox rahat bir şeydir, funksionaldır. Yəni 1S platformasında bu. Gəlin indi bu nümunədə ümumiyyətlə bu kodlarımızın hamısını silək və hətta gəlin bunu da silək. Bir dənə ancaq saxlayaq nəyi? Bizim formamızdakı bu düymənin, baxın bu start prosedurunu. Aşağıda da gəlin bir dənə start 2 adında funksiya yaradaq. Funksiya start 2 qoyaq və mötərizəni açıb bağlayaq. Yəni ki, funksiyanı gəlin tam yaradaq birinci dəfəyə, yəni baxın bu connect funksiyanı da yazaq, bağlayaq əvvəlcədən. Bu bizim funksiyamız. Və biz bu funksiyamızda qeyd etdiyimiz kimi müxtəlif parametrlər, yəni qəbul edə bilərik. Gəlin 3 dənə parametr bu dəfə təyin edək. A və hətta indi fikir verin. Mən bu A dəyişəni hansı ki bu parametr olaraq qəbul edəcəm, ona bir dəyər də mənimsədirəm. Qoyuram A bərabər 20 vergül. İkinci bir parametri B parametri. Hətta ona da gəlin biraz yaxınlaşdırım. Ona da bir dəyər mənimsədirəm. 30 və bir dənə də parametr qəbul edirəm, üçüncünü də C parametri və ona da bir dəyər mənimsədək bərabərdir. Onu da qoyaq 50. Artıq bizim indi funksiyamız hazırdır və gördüyünüz kimi biz burada 3 dənə parametr qəbul edirik. Hətta mən bu mötərizənin içində bu dəyişənlərə, yəni bu parametrlərə dəyər də mənimsətdim. A-ya 20, B-yə 30, C-yə də 50. Və indi vazvrat da eləyəndə, gəlin indi vazvratı da yazaq. Funksiya bizə nəsə qaytarmalıdır. Vazvrat bərabərdir, yox, üzr istəyirəm, mötərizəni açırıq. Neyini? Bu A-nı toplayaq B-nin üzərinə, B-nin bu ikisinin də üzərinə gəlin C-ni toplayaq və mötərizəni bağlayaq. Nəticədə belə bir əməliyyatın nəticəsini bizə göstərsin. Vazvrat eləsin. A üstə gəl 20 tutaq ki 30 üstə gəlir 100. Məsəl üçün belə bir dəyər qaytarmalı. İndi bunu yazdıqdan sonra gəlin bu funksiyanı indi hardansa biz istifadə etməliyik də. Çünki bunu harda istifadə edəcəyik? Ancaq bizdə hadisə harda baş verir? Startı üzərinə tıklayanda, yəni start bu kod bu hissə gəlir, daxil olur. Yəni funksiyanla əlaqəmiz yoxdur hələ. Funksiyana əlaqə
yaratmaq və onu çağırmaq üçün ona parametr göndərmək və nəticə əldə etmək üçün baxın, gəlin birbaşa soобщить funksiyasını istifadə eləyək. İstifadəçinin qarşısına hansı ki mesaj çıxardır və soобщить-in içərisində biz bilirik ki, baxın bu şəkildədir də. Biz istənilən, baxın mötərizəni qoyanda istəyirəm ki, deyir ki, text сообщение. Bizə də bu nəticə qaytarır. Rəqəm qaytarıcı, text qaytarıcı o qədər də maraqlı deyil. İndi biz bu funksiyanı bu soобщить-in içindən çağırırıq. Baxın, st yazın belə və Ctrl, bunu həmişə yadınızda saxlayın. Yəni daima bu şəkildə eləyin ki, sizə rahat sürətli kod yaza biləsiniz deyə. Ctrl saxlayıb space, yəni caps lock-u bassaz klaviaturada avtomatik olaraq sizə bütün funksiyaların, yəni kodda olan, modulda olan bütün funksiyaların siyahısı gəlir ipucu olaraq. Gəlin bizə nə lazımdır? Burada start 2. Fikir verin. Gəlin yaxınlaşdırım. Baxın burada start 2-ni mən yazan kimi burada mənə ipucu olaraq da deyir. Baxın A, B, C 3 dənə parametr mən göndərə bilərəm bu funksiyaya start 2 hansı ki yazdıq. Və fikir verin. A-nın hətta burada ipucu olaraq deyir ki, значение susmaya görə onun dəyəri, yəni standart olaraq onun dəyəri 20-dir. Görürsüz necə mən 20 dedim axı bərabər edəcəm. Ancaq gəlin belə eləyək. 10 yazırıq, vergül. Aha, baxın indi B-ni deyir ki, təyin eləyə də deyir ki, indi B-nin dəyəri 3 dənə ki parametr biz göndərə bilərik. B parametrinin dəyəri. Ona da 10 göndərirəm. Bir dənə də vergül. Görürsüz indi C qaraldı. C də Palmalçıya görürsüz 50-dir. Burada hətta buradan da görür ki 50-dir. Adsense platformasında ipucu olaraq da bizə deyir. Gəlin ona da göndərək 10. İndi gəlin kodumuzu belə выделить eləyək və Alt Shift F düyməsini basırız kodumuz səliqəyə düşsün deyə. Artıq boşluqları da silək. Baxın, indi siz də təxmin edə bilərsiniz burada yəqin ki, indi burada nəticə istifadəçinin qarşısına nə çıxacaq. Baxın, biz start funksiyasını çağırdıq və ona A-ya 10 mənimsətdik, vergül, sonra B-yə 10 mənimsətdik və üçüncü parametr C-yə 10 mənimsətdik. Hələ ki bura diqqət edin. Yəni indi məsələləri deyəcəm. Bu 30 ara getdi, 20 ara getdi, 50 nə olacaq bəs? Hamısı sizə aydın olacaq. Bu ki mən A-ya 20 mənimsətmişəm funksiyanın öz içində bərabərdir parametrə. B-yə 30, C-yə də 50. Ancaq bunu çağıranda mən bura öz dəyərlərimi göndərdim. İndi fikir verin. Sizcə nə olacaq nəticə? Əlbəttə ki 30 olacaq. Çünki mən bu start funksiyasını çağıranda bu A-nın parametrini mən artıq buradan çağırıram deyə bu start düyməsindən, komandasından mən təyin edirəm. Artıq bu 20-nin 20 yox, A-nın özü olacaq. 10 olacaq göndərəcəyim parametr. B-ninki isə olacaq, yəni 30 olmağına mən funksiyada standart olaraq 30 qoymuşam. Ancaq mən göndərirəmsə, bu funksiyanı çağırıramsa, mən onun parametrini dəyər yükləyirəm. O bu səbəbdən də bu da 10, C də 50, hansı ki bu da 10 olacaq. Gəlin hətta bazanı yeniləyək, bu yazdığımız kodu da həm də test edək. Burada xəta verdi. Xəta da nə idi? Mötərizəni yəni unutmuşuq. O da niyə görə? Bu start funksiyasının mötərizəsini qoymuşuq, ancaq soобщить-in də bilirik ki, mötərizəsi olmalıdır. Sadəcə mötərizə unutmuş. Bazamızı yeniləyək və istifadəçi rejimində açaq. Keçirik uçot alt sisteminə. Buradan servis, buradan da start və start düyməsinə vururuq. Nəticə nə olmalı idi? Bir də qaydaq. 10, 10, 10, 30. A, B üstəgəl B üstəgəl C vazorat eləyəcək bizə və istifadəçiyə buradan 30 soобщение olaraq mesaj olaraq çıxmalı. Gəlin vuraq. Gördüyünüz kimi düppərəmdüz, yəni nəticə 30 olaraq aldıq. İndi gəlin qaydaq bir daha o kodumuza, konfiguratora. İndi gəlin burada belə bir dəyişiklik eləyək. İndi ki başa düşək, bəs bizim A-ya 20 mənimsətmişdik. Burada 10 göndərdi, gəldi 10 olaraq hesablandı hamısı. 10 göndərdi. İndi belə bir şey eləyək. Biz start, baxın, mötərizəni açdığımız zaman bizə ipucu olaraq A-ya 10-u təyin etdik. Keçirik, baxın B-yə. Gördünüz B qaraldı burada. Gəlin kodu yaxınlaşdım. B qaraldı. Bu dəqiqə B-nin yəni təyin edirəm vergüldən sonra. B-yə bu dəfə heç bir şey göndərmirəm. Yəni vergülü qoyuram, heç nə göndərmirəm. Sizcə nə olacaq? Baxın, indi bu məsələ bizə aydın olacaq. Mən B-ni göndərmirəmsə, fikir verin. Vergülü qoyum tezdən. Fikir verin. B görsüz qaralıb. Yəni B-ni bu dəqiqə B-nin, yəni 10 var. Birinci 10, ikincidin içində, indi üçüncü də C-dir. Hal-hazırda B-ni. Görsüz значение по умолчанию. Yəni baxın burada qeyd olunur ki, susmaya görə dəyər, yəni standartı 30-dur. İndi sizdə də aydın olmalıdır ki, mən 10 göndərdim, A-nı təyin etdim, A. B-ni boş buraxdım, təyin etmədim. Bu səbəbdən də bu B-yə ki 30 mənimsətmişəm, B avtomatik olaraq bu dəyərdə 30-da olacaq. Ancaq C-ni yox, C-nin dəyərini yenə mən özüm təyin edirəm deyə bu 50 olaraq qalmayacaq, 10 olacaq. İndi cavab nə olacaq? İstifadəçi A üstəgəl 20. Yox, 20 yox, 10 təyin eləmişik. 10. Üstəgəl B, B-ni təyin eləməmişik. Onda bu səbəbdən B 30 olacaq. 40 üstəgəl yenə 10 təyin eləmişəm, 10 gələcək. Deməli cavab olmalıdır
50. 10 üstəgəl 30 bu, üstəgəl 10 50. Yəni təyin etmədiyimə görə B-nin dəyəri elə bu mötərizədə əgər təyin etmişəmsə onun üçün 30-a bərabər etmişəm, o da ola bilər. İndi gəlin baxaq. Bazamızı yenidən yeniləyək. Yəni görürsüz necə bu bizə elastiklik, belə funksiyaları düzgün istifadə etməyə necə bizə kömək edirlər, eləyə bilər. İmkanlar yaradır bizim üçün. İndi özünüz də şahid olursunuz. Keçsəm start, vursam cavab 50 olmalıdır. Bəli, düppərəm düz 50 də nəticəni almış oldu. Hətta indi gəlin belə bir şey də eləyək. Qayıdaq konfiquratora. Tutaq ki, mən A-nı da göndərmirəm. Hətta belə eləyək. Mən C-ni də göndərmirəm. Yəni heç uzatmayaq. Fikir verin, heç bir şey dəyər göndərmirəm. Bu nə deməkdir? Əgər mən dəyər göndərməyəcəmsə, bu start 2 funksiyasını çağıran zaman parametrləri təyin etməsəm və əgər bu parametrlər bu funksiyanın özündə təyin edilibsə bu şəkildə, pomolчание, yəni susmaya görə standart olaraq bu dəyərləri alacaq və nəticədə 20 A-nı biz ki heç sən təyin etmədik. A bunu götür, bu qalacaq A-da. B olacaq 30, C də olacaq 50. İndi nəticə nə olmalıdır? 100. Gəlin yoxlayaq. Onun üçün bazamızı yeniləyək və istifadəçi rejimində də açaq. Baxın, keçirik uçot alt sisteminə. Service start və start düyməsini. Gördüyünüz kimi 100 nəticəsini aldıq. 100. Çünki parametrləri ki biz təyin etmədik və bu funksiyanın içində verdiyimiz dəyərlərlə nəticə bizə qayıtmış oldu. Hətta bir şey də deyim sizə. İndi ki biz parametr göndərmiriksə, biz deməli burada həmin bu vergülləri də yığışdıra bilərik. Ümumiyyətlə bu start 2-ni biz parametr təyin etmədən də vergül falan, misal üçün yazsam nəsə, vergül qoysam, ipucu olaraq çıxır ki var. Ancaq bunların artıq dəyərləri funksiyanın özündə təyin olunub burada. Ancaq mən onu dəyişə bilirəm. Özüm onu yenidən təyin edə bilirəm. Yəni ki, buradan verəcəyim axırıncı hazırki cari dəyəri ona tutdura bilərəm. Ancaq göndərməsəm, bu start 2-nin içindəki nə parametrlərdə pomolчание susmaya görə standart olaraq nə verilibsə, bu dəyişənlərdə o nəticə olacaq funksiyamızın içində. Çünki biz heç nə göndərmədik. Baxın, vergülləri də onda heç qoymamaq da olar. Gəlin bazanı yeniləyək və istifadəçi tərəfdə də açaq. Keçirik uçot alt sistemi servis və start. Gördüyünüz kimi yenə də 100 aldıq. Halbuki biz burada artıq heç bir, yəni ki, parametri bir göndərmədik, təyin etmədik. Ancaq bir məsələni deyim burada. Baxın, əgər biz bu parametrlərə dəyər verməsək, baxın, gəlin biraz uzaqdan qoyum. Gəlin indi xəta olub olmamağını yoxlayaq. Onu da yoxlamaq üçün qeyd etdiyimiz kimi, baxın bu işarənin üzərinə vururuq. Vururuq. Fikir verdiniz, nə xəta verdi? Недостаточно фактических параметров start 2 funksiyasında. Bu nə deməkdir? Çünki bizdə tələb olunur ki, bu parametrləri məndə olmalıdır. Bu funksiya deyir. Mən də ona parametrsiz göndərirəm. Bu zaman bu xəta verir. Deyir ki, yox, sən məndə parametr yoxdur. Bu dəyişənlərin heç bir dəyər verilməyib. Görürsüz, mən yığışdırdım, bərabərləri sildim. Ümumiyyətlə, mənimsətdiyimiz bu parametrləri, dəyərləri yığışdırdım. Bu səbəbdən indi xəta verir. Deyir ki, yox, belə funksiya yazmaq, belə funksiyanı belə çağıra bilməzsən. Yəni burada sən bu funksiyanı bu şəkildə boş çağıra bilməzsən. Mütləq baxın, indi fikir verin. 10, tutaq ki 12, tutaq ki belə bir parametr. Üçünü də təyin elədim. Baxın, xətanı vermədi. Gördünüz? Dedi ki, aşka yox. Bu səbəbdən əgər mən həm istəyirəm ki, parametrli bir funksiya olsun, lazım olanda parametr də göndərə bilsin istifadəçi və yaxud da bu başqa kod bu funksiyanı çağıran zaman bura parametr də göndərə bilsin və yaxud da bu funksiyanı parametrsiz istifadə etmək istəsin. O zaman mən burada bu parametrlərə müəyyən bir dəyərləri susmaya görə, yəni pomolчание verməliyəm. Məsəl üçün, ən azından bu şəkildə yazmalıyım ki, burada bu parametrlərin dəyəri olsun. Çünki birdən göndərməyə bilər istifadəçi. Bu zaman baxın, indi bu şəkildə yazanda fikir verin. Gəlin bunu bağlayıb tezdən xətanın olub olmadığını yoxlayırıq. Bunun üçün yenə də qeyd edirəm. Baxın, bunun üçün də biz burada nə edirik? Bunları hamısına dəyəri mənimsədirik və heç bir parametri də, yəni ki, göndərməyə də bilər bu şəkildə. Və bu zaman da gördüyünüz kimi heç bir xəta verməyəcək. Yəni burada da çox çətin bir şey yoxdur. Yəni parametr əgər istəyirsə təyin etmək, sonra bu funksiyanı parametrsiz çağırmaq istəyirsə, ən azından funksiyanın bu parametr mötərizələrin içində, parametr bölməsində. Burada onları susmaya görə təyin olunmalıdır. Yox, parametrləri sadəcə olaraq mütləq şəkildədir ki, bu funksiya çağırılan yerdən, yəni hansısa koddan çağırıldığı zaman parametri tələb olunsun, o zaman buna dəyər heç qoymursun. Yəni burada mən əgər dəyər yazsam, təyin etsəm, bu A 10 yox, onu çağırdığım zaman göndərəcəyim parametr
bu mənimsənəcək bu aya. Baxın bu şəkildə, yəni çox asan, sadə bir şeylər. Yəni burada deyə bilərik ki, funksiyalar haqqında da kifayət qədər danışdıq. Yəni indi bizim ilk etaplarımızdır. Yəni görürsüz ki, sadə belə. Ən azından siz də artıq bildiniz ki, funksiya nədir, prosedurla funksiyanın arasındakı fərq nədir. Yəni bu da bizə anlaşıldı. Yəni qeyd etdiyimiz kimi funksiya ilə prosedur arasında heç bir fərq yoxdur. Sadəcə olaraq fərq ondadır ki, funksiya nəyisə qaytara bilir, vazurat eləyə bilir, hansı bir nəticəni, dəyəri. Hamısını birbaşa belə bu sadə primitiv komandalarla yəni işlədi. Ancaq bizə artıq yəqin ki, aydın oldu. Gələcəkdə də qeyd etdiyim kimi belə praktik işlər gördüyümüz zaman onu daha mürəkkəb şəkildə də analiz edəcəyik. Ancaq heç bir şey dəyişməyəcək. Nə qeyd etmişiksə burada funksiya üçün həmin şeylər də qalacaq. İstənilən layihədə olsun. Sadəcə olaraq orada biraz kod böyüyü olacaq. Daha maraqlı olacaq. Ancaq bu şəkildə, yəni funksiya da aydın oldu, prosedur da bizə indi belə aydınlaşdırdıq özümüz üçün. Yəni düşünürəm ki, kifayət eləyər bugünkü, yəni ki, funksiya haqqında qeyd etdiklərimiz. Və inşallah da dərsi burada bitirirəm. Həmişə olduğu kimi sizdən videonu bəyənməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirləriniz, rəyləriniz, iradlarınız, suallarınız varsa qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.